Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bu videoda 3 bağlama açacağım. Birinci məhsul çəkiliş etmək üçün uzun ştativdir. Bakıda qiyməti mağazalardan soruşdum. 70-120 manat arası qiymət dedilər. Temuda isə qiyməti 20 manat idi. Endirimlə 15 manat 56 qəpik ödəniş elədim. Növbəti məhsul şam düzəltmək üçün qəlibdir. Gül formasındadır. Qiyməti 9 manat 50 qəpik idi. Endirimlə 4 manat 75 qəpik pul ödədim. Hamamdakı hərfləri təmizləməkdə çətinlik çəkirdim. Fırçasının sərt olması işimi asanlaşdıracaq. Qiyməti 3 manat 12 qəpikdir. Keçirik növbəti bağlamaya. Bu da şam üçün ürək şəkilli qəlibdir. Qiyməti 2 manat 20 qəpikdir. Arıqlamaq üçün idman edən zaman bu kaseti taxanda tərlədir və formaya salır. Qiyməti 9 manat 17 qəpikdir. Qollar üçün də tərlətmə karsetinin olduğunu görüb sifariş elədim. İdmanla istəyirəm qollarımı formaya salım. Bu vasitə mənə çox yardımcı olacaq. Qiyməti 5 manat 23 qəpikdir. Qarşıdan yay gəlir və günəş şüaları gözləri qamaşdırır. Buna görə də banı qızım üçün belə bir askı aldım. 2 manat 13 qəpik pul ödəmişdim. Tənzimləmədən 25 qəpiyi geri aldım. Temuda advent kalenderi görüb maraq üçün aldım ki, görüm içindən nələr çıxacaq. Short videosu çəkmişəm. Açıqlamadan daxil olub baxa bilərsiniz. Qiyməti 11 manatdır. Üstdən videolar çəkmək üçün ştativa ehtiyacım var idi. Bununla rahat videolar çəkə biləcəm. Qiyməti o birindən azca baha idi. 22 manat 12 qəpik pul ödədim. Keçən videomda bağlamamın itdiyini demişdim. Dəstək xəttinə yazıb bildirmişdim və pulumu geri ödəmişdilər. Bağlamamı sonradan tapıb qaytardılar və mənə hədiyyə elədilər. Əslində buradakı 4 məhsulu öncədən mən pulsuz almışdım. Məhsulları qazanmaq üçün kampaniya var idi. Minimum 50 manatlıq məhsul alacağımsa onu mənə hədiyyə edirdilər. Şam düzəldib hədiyyə yaxud satış etsəm qutuya ehtiyacım var idi. 6 manat pul ödəmişdim. 97 qəpik tənzimləmədən geri aldım. Bağlamadakı məhsulların çoxu şam düzəltmək üçün lazımlı məhsullardır. Fikrim var ki, bu sahədə özümü sınayım. Kiçik biznes fikir axtaranlara bunu tövsiyə edirəm. Əlimdəki məhsul şam epizetidir. Qiyməti 6 manat 12 qəpikdir. Növbəti məhsul mətbəx üçün önlükdür. Pulsuz 4 məhsulun içində idi. Materialı polyesterdir. Əlləri yuyanda əllərimizi silmək üçün üzərinə parça tikiblər. Su buxarında şam yaxud şokolad əritmək üçün qazan dəstidir. Bu məhsul da 4 pulsuz məhsulun içində idi. İçərisində öz qaşığı var. Uzun olmağı rahat qarışdırmaq üçün idealdır. Bayaq göstərdiyim gül qəlibinin eynisidir. İtmişdi deyə yenidən sifariş eləmişdim. 9 manat 49 qəpik pul ödəmişdim. Hədiyyə kimi verdiklərinə görə pulsuz başı gəldi. Bu qutuda 12 ədəd essensial yağ toxuları var. Pulsuz 4 məhsulun içində idi. Şam ətinləndirmək üçün yaxşıdır. Sınayacam görüm keyfiyyəti necədir. İstiliyi dəqiqləşdirmək üçün bu cihaz yararlı olacaq. Çünki şamı qəlibə tökərkən istiliyi bilmək mühümdür. Bu da pulsuz 4 məhsulun içində idi. Növbəti məhsul şam rəngləmək üçün vasitədir. İçərisində 16 ədəd rəng seçimi var. Qiyməti 9 manat 9 qəpikdir. Və əsas məsələ şamın özü. Soya tərkibli şamdır. Çəkisi 453 qramdır. Qiyməti 12 manat 99 qəpikdir. 1000 abunəyə çatmağı arzu edirəm. Gəlin bu hədəfi sizlərlə tamamlayaq. Videonu bəyənib fikirlərinizi mənimlə bölüşün.